Qoçlar üçün bu həftə özünüzü daha gözəl, daha enerjili, müsbət enerjili hiss edə bilərsiniz. Hər şey yaxşı olacaq. Boğa bürcləri üçün bu həftə sakit, düşünərək hərəkət etməlisiniz. Düşünün, addım atın, yoxsa uduzarsınız. Əkizlər üçün deyim, çalışın dostlarla, köhnə dostlarınızla ünsiyyət yaradın və bu həftə dostlarınızla hətta gözəl bir işdə qura bilərsiniz. Hər şey də yaxşı ola bilər. Xərçəy bürcləri üçün karyeranızda büdrənmələr çox olub. Amma bu həftə uğurlar gözləyir sizi üçün. Heç nə düşünmədən hansı yola addım atın, uğurlu gəlir. Şir bürcləri üçün deyim, bu həftə təhsillə bağlı, ümumiyyətlə işləri ilə də bağlı addım atın, hərəkət edin və uğurlu gəlin, yaxşı olacaq. Bu həftə qız bürcləri üçün deyirəm, maddi çətinliklər ola bilər, sıxıntılar ola bilər. Amma sonda ürəklərinə qulaq assınlar, hər şey yaxşı olacaq. Axı tərəzi bürcləri ölçüb biçəndilər. Bu həftə uğursuzluq onlarlandır. Ölçüb biçib hərəkət eləsinlər, addım atsınlar. Bu həftə onlar üçün heç də uğurlu görmürəm. Əqrəb bürcləri heç də öz sağlamlıqlarına, səhhətlərinə fikir vermirlər. Bu həftə onlar üçün səhhətləri ilə bağlı çətinliklər ola bilər, həkimlik işləri ola bilər. Amma səhhətlərinə fikir versələr, hər şey yaxşı ola bilər. Ox atanlar üçün deyim, bu həftə sizin üçün çox gözəl gəlir. Yeni ideyalar, ağlınıza gələn ideyaları çalışın həyata keçirdin. Xəyallarınız bu həftə reallaşacaq. Oğlaqlar üçün ailə, ev gündəmə gələ bilər. Çalışın, ailədə möhkəm olun, mehriban olun və ailə ilə məşğul olun. Bu həftənin sonunda narahatçılıq ola bilər. Çalışın, ehtiyatlı olun. Bu həftə dolçalar üçün deyim, uzaq səfər gözləyir sizi. İşinizlə də bağlı, istirahətlə də bağlı, amma uzun müddətli deyil. Bu həftə balıqlar üçün yeni qazanclar gözləyir sizi. Düzgün xərcləməsəz, bu həftə itirə bilərsiniz qazancınızı.